Əgər dizləriniz ağrıyırsa, bu 4 səhvi etməyin. Dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Birinci səhv hərəkətsiz qalmaqdır. Çox adam elə bilir ki, diz ağrıyırsa tam dincəlmək lazımdır, divanda uzanmaq lazımdır. Amma bu hər zaman doğru deyil. Xüsusilə diz ağrısı osteoartritlə bağlıdırsa, yüngül gəzinti və sadə məşqlər oynağın hərəkətini qorumağa kömək eləyir. İkinci səhv artıq çəkiyə fikir verməməkdir. Çəki çox olduqca dizə düşən yük də artır. Ona görə də diz ağrısı olan adam üçün arıqlamaq təkcə görüntü yox, birbaşa sağlamlıq məsələsidir. Çəki azaldıqca oynağa düşən təzyiq də azalır. Üçüncü səhv isə hündür və narahat ayaqqabılar geyinməkdir. Əgər dizlərinizdə ağrı varsa, çalışın rahat, yumuşaq ayaqqabılar geyinin. Dördüncü səhv isə artıq qocalmışam deyib gözləməkdir. Əgər dizlərinizdən səs gəlirsə, pilləkən çıxmaqda çətinləşirsə, ağrı uzun müddət keçmirsə, bunu yüngül qəbul eləməyin. Üzərinə düşün, vaxtında müalicəsini etdirin. Uzun müddət ağrıkəsicilər qəbul etmək də ağrıları müvəqqəti olaraq azaldır, prosesin səbəbini aradan qaldırmır. Hələ üstəlik mədə, qaraciyər, böyrəklər tərəfindən də problemlər yaranmasına səbəb olur. Ona görə də hərəkətdə qalın, dərmanlara çox bel bağlamayın. Amma tam təbii tərkibli qida əlavəsi olan Flexiforce'dan istifadə edə bilərsiniz. Dərman deyil, qida əlavəsidir, təbii tərkiblidir. Tərkibində nə var? Kamfora, istiotlu nanə, lavanda, evkalipt yağı, həmçinin qığırdaq dəstəyi üçün qlükozamin sulfat, xondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu tərkib çəkilən nahiyədə qan dövranı sürətlənməyə başlayır. Qığırdaq toxunmasının bərpası üçün dəstək rolunu oynayır. Regenerasiyanı, yəni yenilənməni sürətləndirir. Yaşla əlaqəli qığırdaq yeyilməsinin qarşısını alır. Eyni zamanda ağrı və iltihab əlamətlərinin azalmasına, hərəkətin rahatlaşmasına dəstək olur. Gəlin neyinirsiniz? Ağrıyan nahiyyə gün ərzində 2-3 dəfə yüngül masajla çəkirsiniz. Tableti isə 18 yaşından yuxarılar gündə bir dəfə qəbul eləyə bilərlər. İtaliya istehsalıdır, ona görə keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdən əldə eləmək də mümkündür. İzlədiyiniz üçün təşəkkürlər.